funksiyada bunu belə tapa bilərik də. Necə? Məsələn, bir dənə düz xətt veribdir, məlumdur düz xəttimiz. Uyğun koordinatlar da verir. X-i 0-dır A nöqtəsinin koordinatları, X-i 0-dır, Y-i 2-dir. B nöqtəsinin koordinatları Y-i -1-dir, X-i 7-dir. Uyğun qiymətləri 2 dəfə yerinə yazaq hər biri. Yəni, məsələn, yazıram. 2 bərabərdir. K vurulsun 0, üstə gəlsin B. İkinci üçün yazıram ki, -1 bərabərdir. 7 vurulsun K, üstə gəlsin B. Və bunu bir sistemə alıb, bu bərabərsiz sistem kimi həll edirəm bunu. Sistem tənlik kimi verəcək. Buradan nə alınır? Alınır ki, B bərabərdir 2-yə. Birinci tənlikdən görünür ki, B 2-dir. Əgər B 2-dirsə, gətirib növbəti tənlikdə yerinə yazıram. Olur, -1 bərabərdir 7K, üstə gəlinsin 2. Buradan alınır ki, -7K bərabərdir 3-ə. K bərabərdir -7-də 3-ə. Mənfi olmur mənim. Yəni, cavabı yekun olaraq mənfidir. B-miz müsbətdir, K-mız isə mənfidir. B-miz müsbət, K-mız mənfi cavabı hansıdır? A variantı. Demək, düzgün cavab A variantı.